Şamınız xeyir olsun. Hamınızı salamlayıram. Mən görürəm burada xeyli tanıdığımız insanlar var ki, biz onlarla bugün bir yerdə bildiklərimizi bir daha təkrar edəcəyik. Burada Tamam. təbii ki, webinar olsun, görüşlər olsun, əyan olsun, qiyab olsun, fərq etməz. Burada qeyri-adi söz danışmaq, qeyri-adi fikir söyləmək özü qeyri-mümkündür. Çünki ümumiyyətlə, dünya ideya bazarında ən az tapılan məhz pedaqoji ideyadır. Əgər siz qədim dövrdə indiyə qədər fikir versəz, insanların yaşam tərzini, dünya görüşünü, yaratdıqlarını, qurduqlarını və heç yerdən gediblər artıq kosmosda özlərini qurmaq istəyirlər orada. Amma siz təsəvvür edin ki, məktəb həmən məktəbdir. Şumerdə məktəb nə cür idisə, yenə həmən müəllimdir, yenə həmin lövhədir. O vaxt gil lövhə idi, indi elektron lövhədir və yaxud maillə yazırıq və yaxud başqa avadanlıqlardan istifadə edirik. Yenə müəllim öz ampulasındadır, şagird öz ampulasındadır. Müəllim öyrədir, şagird də öyrənir. Elə bir ciddi dəyişiklik baş vermir. Əgər siz digər sahələrə baxsanız, təhsil sahəsini müqayisə etsək, elə də ciddi dəyişiklik yoxdur. Həmən müəllim, həmin məktəbdir. Bugün isə bizim bugünkü görüşümüzün məqsədi müasir dövrdə təhsil və uğurlu gələcəkdir. Bizim uğurlu gələcəyimizin əsası təhsildirmi? Biz bu suala cavab verməliyik ki, biz uğurlu gələcək üçün nə etməliyik? Hər bir millət gələcəyə hədəflənir. Hər bir millətin özünün ali məqsədləri var. Gələcəyini qurmaq, öz imzasını digər millətlərin içərisində görmək, həm iqtisadiyyatda, siyasətdə, elmdə, mədəniyyətdə, təhsildə, incəsənətdə nələrisə yaratmaq, texnika, texnologiyada irəli getmək, bu hər bir millətin amacıdır. İndi biri bir başqa formada ifadə edir, biri bir başqa formada ifadə edir, amma əsas məsələ bundan ibarət. İndi biz fikir edək ki, bu təhsil isə bu inkişafın, bu tərəqqinin təməlidir. Yəni, əgər biz bizim gələcək, uğurlu gələcəyimizin bir binaya bənzətsək, bunun əsasını, bunun təməlini biz möhkəm bünövrə üzərində qurmalıyıq. Əgər binanın bünövrəsi möhkəm olmasa, nə qədər hündür onu diksən də, nə qədər yaxşı daşlardan istifadə eləsən də, müəyyən müddətdən sonra özül möhkəm olmasa, o bünövrə möhkəm olmasa, bu və ya digər şəkildə həmin bina uçmaq məcburiyyətindədir. Ona görə də təhsil bu baxımdan bizim üçün çox vacib təməldir ki, biz bundan istifadə etməliyik. Təhsilli insanlar var, təhsil alan insanlar var, təhsil almayan insanlar. Hesab edək ki, iki cür insanlar var, həyatda uğur qazanmaq istəyir. Kimi ki, yaxşı təhsili var, ali təhsili var, geniş təhsili var. O, müəyyən bir situasiyalara düşsə də, həmin situasiyalardan çox asanlıqla çıxmağı bacarır, qərar qəbul edir, məntiqi düşüncə ilə qərar qəbul edir və çox qısa bir vaxtda nəyəsə nail olur. Təhsilçilər isə əksinə, ola bilsin ki, çətinliklərlə rastlaşır, bəzən düzgün qərar qəbul edə bilmir, bəzən də düzgün nəticəyə gələ bilmir. Onda deməli, biz deyə bilərik ki, təhsil istənilən həyat şəraitində düzgün qərar qəbul etmək bacarığıdır. İndi biz təhsilə müxtəlif təriflər vermişik, kitablara baxsanız, o qədər təriflər var ki, heç oxuyanda özümüz də düzəməli başa düşmürük ki, bunu doğrudan da məktəbdə həyata keçirmək yoxsa yox. Konkret nədir axı bu təhsili? Sən bu təhsili mənə verirsən 11 il məktəbdə. Mən bunu nə üçün almalıyam? Çünki mən həyatda, bütün situasiyalarda düzgün qərar qəbul etməyi bacarmalıyam. Mən sabah alim olmayacağam, heç müəllim də olmayacağam, heç memar da olmayacağam. Adi bir iqtisadçı olacağam, siyasətçim olacağam, adi evdar qadın olacağam, bənnam olacağam. Axı mən həyat sferası var, münasibətlər sferası var. Mən orada olacağam. Mən orada olanda nə cür qərar qəbul eləməliyim ki, düzgün olsun bu. Mənim üçün düzgün olsun, həyatım üçün düzgün olsun. Bax, bu bizim üçün təhsil ən vacib olan bir şeydir. İndi burada bir məsələ var. Yoldaşların ürəyində olsa sual verir ki, elə insanlar var ki, düzgün təhsil almayıblar. Bəs onlar həyatda çox böyük uğur qazanıblar. Bəli, haqlısınız. Haqlısınız. Təhsildə təkcə təhsillə kifayətlənmək olmaz. Bu məsələnin bir tərəfidir. Təhsil toxumdur.
Təhsil toxumdur. Biz o toxumu səpəcəyik yerə, onu becərəcəyik. Əgər biz bunu eləməsək məhsul verə bilməz. Əgər insan oxuyub öyrəndiklərini həyatda tətbiq edə bilmirsə, ona zəhmət çəkmirsə, bu məhsul verməyəcək, bacarmayacaq. Biz bunu həyata tətbiq etmirsə, zəhmət göstərmirsə, bu bilik faydalı olmayacaq. Mesela tutaq ki, biri laf savadlıdır, amma öz üzərində işləmir, çalışmır, zəhmət çəkmir. Biri isə orta təhsili var, amma öz zəhmətinlə gecə-gündüz işləyir, çalışır, təcrübə qazanır, təcrübə toplayır. Ha, görürsən ki, nə oldu? Uğurlu bir insan oldu. Ona görə də biz o toxumu, o təhsili hansı sahəyə səpbəliyik ki, oradan biz yaxşı məhsul götürək. İndi tarixdə Edisonu misal çəkmək olar, Einsteini misal çəkmək olar. Çoxdur bunlar ki, onlar oxuyanda o qədər də uğurlu olmuyorlar. İndi pedagogları mən görürəm ekranda. Pestalozzi sinifdə ən uğursuz bir şagird olub. Amma bugün Avropada elementar təhsil nəzəriyyəsinin banisidir. Elə insanlar var ki, fiziki cəhətdən zəif olub, elə insanlar var ki, əqli cəhətdən zəif olub. Hətta Edisonla bağlı belə bir rəvayət var, belə bir yazı var ki, daha doğrusu. Deyir, bir gün müəllim ona bir məktub verir, deyir, oğlum, bu məktubu anana verərsən. O da gətirir, məktubu anasına verir. Təbii ki, bizdeki uşaqlar deyildi də, onlar məktub açın yolda oxusun. Gətir anasına verir, məktubu anası oxuyur və istər-istəməz sifətində bir kədər çökür. Görür ki, anasının gözlərinin içində bir niskil var. Deyir, ana nə olub? Deyir, heç nə. Deyir, müəllim oraya nə yazıb? Direktor nə yazıb? Deyir, heç nə yazıb ki, sizin oğlunuz o qədər savadlıdır, o qədər bacarıqlıdır, o qədər qabiliyyətlidir ki, mən qorxuram ki, məktəb onun ehtiyaclarını ödeyə bilməsin. Ona görə də xahiş edirəm ki, siz bu uşağı məktəbdən köçürəsiniz başqa məktəbə. Və elə də olur, köçürürlər, anası şəxsən məsul olur, o gəlir nəhayətdə Edison olur, təbii ki. Anası öləndən sonra onun arxivini araşdıranda həmin məktub keçir Edisonun əlinə. Baxır ki, yazıb direktor ki, sizin uşağınız o qədər fərasətsiz, o qədər qabiliyyətsizdir ki, bizim uşaqlara mənfi təsir göstərir. Xahiş edirəm ki, onu bizim məktəbdən uzaqlaşdırasınız. Ona görə deyirlər ki, yaxşı bir ana 100 müəllimə bərabərdir. Çünki ananın hissi, həyəcanı, münasibəti, uşağı bir şəxsiyyət kimi görmə imkanları bəzən valideynlərdə olmur. Ona görə də təhsil dünyanı dəyişmək üçün ən güclü bir vasitədir. Biz ona görə də təhsilə ən böyük sərmayə qoymalıyıq ki, bu bizə həm düzgün yaşamağı öyrədəcək, həm həyat şəraitimizi öyrədəcək, həm də bütövlükdə cəmiyyətimizi qurmaqda bizə yardımcı olacaqdır. İndi burada təbii ki, bu təhsili kim həyata keçirir? Müəllimlərdə. Belə öyrənmişik ki, təhsilin ruforu müəllimin əlindədir. Müəllim yaxşı olsa, cəmiyyət yaxşı olacaq, müəllim yaxşı olsa, məktəb yaxşı olacaq və hər şey müəllimdən asılıdır. Bu müəllimlik cəmiyyətdə birdən-birə yaranmayıb. Yəni, bugün cəmiyyət yarandı, sabahdan müəllim. Müəyyən mərhələlər keçib, təkamül olub, belə illərlə atalar, analar, nə bilim sonra ağsaqqallar, dədə qorqutlar və s. Bir gün artıq bu yazının meydana gəlməsindən sonra yazı özündən əvvəlkiləri köçürmək məqsədilə bir məktəb adlı bir şey yaradıb ki, biz ona bugün məktəb deyirik. Məktəb yaranıb, müəllim yaranıb və məktəb və müəllimin yaranması dünyanın ən böyük kəşfidir. Niyə? Çünki məktəb və müəllim bəşəriyyətin özünə qədər ki, nələr ki var idi, bilik, bacarıq, təcrübə, onların hamısını topladı, bir yerə yazıya aldı. Daş kitabələrə yazdılar, gil lövhələrə yazdılar, qorudular, saxladılar və onu sonraki mərhələdə cəmiyyətin inkişafının hərəkət verici qüvvəsinə çevirdilər. Və o model əsasında da yeni məktəblər yarandı və həmin məktəblər də inkişaf elədi, bugünkü dövrə gəlib çatdıq. Təbii ki, bunlar hamısı məktəblə bağlıdır və müəllimlə bağlıdır. Müəllim bütövlükdə bu Sovet cəmiyyətinə qədər, bizim bu son illərə qədər məktəb
elə bütün həm Avropada, həm bizim özümüzdə indi biraz münasibətlər dəyişib. Müəllim, məktəb həmişə bir müqəddəs bir məkan kimi dərk olunur. Bir türk müəllimi var Türkiyədə, 40 ildən çox müəllim kimi çalışıb. Onun bir gözəl fikri var idi. Mən deyir 40 il məktəbə girdim, çıxdım. Nə cür məbədə girdim, çıxdımsa, məktəbə də elə girdim, çıxdım. Yəni, bu mənada məktəb bizim üçün bir məbədgahdır, müəllim isə Allahın xəlq etmə qüdrətinin bilavasitə davamıdır. Çünki insan, Allah bir uşaq dünyaya gəlir, bir fərd kimi dünyaya ətlə, sümükdən başqa bir şey deyil. Onun bir şəxsiyyətə çevrilməsi, onun böyüməsi, onun bir insan olması müəllimdən asılıdır. Ona görə deyək ki, bizim vücudumuz hava və qidadan sonra ən çox istədiyi üçüncü bir şey məhz təhsil tərbiyədir. Ona görə də bizim məktəb və müəllim həmişə çalışıb ki, bu missiyanı yerinə yetirsin. Çünki müəllimin əməyinin nəticəsində insanlar inkişafa doğru gəlir və şəxsiyyətə çevirir. Və bu da həmişə vacib bir mərhələ olub. Jean-Jacques Rousseau'nun Emil-Vəyə Tərbiyə adlı əsəri var. Çox möhtəşəm bir əsərdir. Bu əsərin sonunda belə bir epizod var. Deyir ki, mənim Emilim nə hakim olacaq, nə həkim olacaq, nə əskər olacaq, nə keşiş olacaq. O, insan olacaq. Yəni, məktəbin funksiyası insan yetişdirməkdir. Bu məktəb insan yetişdirmək üçün yaranıb. Alim məktəbə qəbula uşaq hazırlamaq üçün yox. Bu, məktəbin 1001 funksiyası var. 1001 funksiyası. 1001-ci funksiya ali məktəbə, məzunları ali məktəbə hazırlamaq. 1000 funksiya insan yetişdirməkdir, şəxsiyyət yetişdirmək. Çünki cəmiyyət bundan əziyyət çəkir. Cəmiyyət, bugün Azərbaycan cəmiyyəti ziyalılardan əziyyət çəkmir. Kifayət qədər bütün sahələrdə bizim ziyalılarımız var. Amma yaxşı pinəçi, yaxşı sürücü, yaxşı insan, yaxşı qonşu, yaxşı ata, yaxşı yoxdur, qıtdır, insan qıtdır. İnsan yoxdur. O Diyogen bir vaxt əlində Şam günün orta çağa gedirdi. Dedilər, nə axtarır? Dedi, insan axtarır. İndi bugün yaxşı insanlarımız çoxdur, qabiliyyətli, intellektual səviyyəcə inkişaf edilmiş insanlarımız kifayət qədər var. Amma münasibətlər sferasına düşəndə özünü xeyirxah, aqil, müdrik, insan kimi aparan, yol göstərən, öz mənafeyini güdməyən, ümumi kütlənin xeyrinə çalışan, mənafeyə çevirişən, belə də müəyyən qədər problemlər yaşayırıq. Və ya sürücü olsun, istər pinəçi olsun, istər deyək ki, dərzisi olsun və s. müəyyən problemlər. Ona görə də məktəbin əsas funksiyası bayaq dediyim kimi insan yetişdirmək. Bu insan yetişdirəcəksə, bu insan yaxşı alim olacaq, nə gözəl. Bu insan yaxşı pinəçi olacaq, nə gözəl. Yəni, birinci bizim əzəli funksiyamız ondan ibarət ki, biz gözəl deməli, insanlar şəxsiyyət yetişdirək. Çünki müəllim bütövlükdə cəmiyyəti qaranlıqdan aydınlığa çıxaran bir varlıqdır. Biz həmişə valideynlərimizə sitayiş edirik də. İndi həmişə belə bir sual yaranır ki, valideynlərmi, ya müəllimlərmi? Valideynlər bizim bədənimizin tərbiyəçiləridir. Biz onlara borçluyuq. Valideynlər bizə həyat bəxş ediblər. Biz onlara borçluyuq. Amma bizə ləyaqətli həyatı müəllimlər bəxş edirlər. Onlar bizə fiziki bədən bəxş ediblər. Onların sahibləridir, bu təbiidir. Amma bizim ruhumuzun sahibləri müəllimdir. İndi ruh mu yuxarıdadır? Fiziki bədən mi yuxarı? Əlbəttə, ruh bədəndən yuxarıda olduğuna görə müəllimlər həmişə hörmətə layiqdirlər. İndi müəllim deyəndə burada təkcə mən dərsə girdim, sən bana 5 kəlmə dərs öyrət, onu müəllim kimi qəbul etsək, biz problem yaşaya bilərik. Biz kimdən öyrəniriksə, kimin əxlaqı, kimin davranışı, kimin münasibəti bizə nəyisə təlqin edirsə, o mənim müəllimimdir. Mən bir siyasətçiyə baxıram, ondan nəyisə əxc eləyirəm. O mənim müəllimimdir. Bugün Azərbaycan cəmiyyətinin 44 illik müharibəni və bugünkü hadisələr gözümüzün qarşısına gətirir. Bugün Azərbaycan cəmiyyətinin müəllimlər müəllimi Azərbaycanın prezidentidir.
Onu qəbul etdiyi qərarlar, müharibənin gedişi, xarici dövlətlərə verdiyi müsahibələr, siyasət və s. hamısına baxıb bir məktəbdir, bir nümunədir. Biz ona nümunə götürürük. Ona görə də bu mənada biz valideynimizdən də, müəllimimizdən də, cəmiyyətdən də mühit elə olmalıdır ki, hər yer bizə müəllim kimi olur və biz onlardan dərs götürməliyik. Təbii ki, və həmişə belə olub, indən sonra da belə olacaq. Və bugün, qısaca deyək, bəs bugün nə baş verir Azərbaycan məktəbində? Azərbaycan məktəbində təbii ki, təhsil də var, məktəb də var, müəllim də var, hər şey öz qaydasında. Biz onları tam belə tənqid elə ki, işinə yox, belə deyil. Uğurlu cəhətlər çoxdur, xaricdə oxuyan tələbələrimiz çoxdur, elm dalınca gedən, təhsil dalınca gedən, siyasətə uğrayan tələbələrimiz çoxdur. Azərbaycan məktəbinin yetirmələri məhz Azərbaycan xalqının başını dikəltdilər. Öz yalın əllərlə Şuşaya qalxdılar. Mən həmişə deyirəm ki, mən də deyirəm, belə yalın əllə qalxdılar. Amma heç kəs görmədi ki, onlar Şuşaya qalxanda yalın əllə qalxmadılar. Özləri ilə bir yerdə 10 milyonluq sınmış, tapdanmış, belə deyək, təhqir olmuş insanları üzərinə bir yerə qaldırdılar. O qalaya qaldırdılar. Biz Azərbaycan xalqı olaraq Şuşa qalasına qalxandan sonra özümüzə gəldik. Birgə Xaqan deyək, Türk özünə gəl, sən özünə gələndə böyük olur. Biz orada gördük ki, necə böyük xalqıq biz. Biz sağa baxdıq, sola baxdıq, dostumuza baxdıq, düşmənimizə baxdıq və fikirləşdik ki, bununla kifayətlənmək olmaz. Biz bütün ərazilərimizi bütöv düşməndən azad eləməliyik, suverenliyimizi bərpa eləməliyik. Bu belə oldu. Yəni bu əskəri də bu məktəb yetişdirmişdir. Amma gəlin etiraf eləyək ki, bugün klassik Azərbaycan məktəbi sanki kökdən düşüb. Orada yad səslər var, repetitorlar var, əlavə məktəblər var, kurslar var, müəllimlər öz şagirdini aparıb evdə dərs keçir, ona əmək haqqı alır, müxtəlif şeylər var. Bunlar axı bizdə yox idi. Və bütün təbliğat maşını, televizor, hər yer kursları təbliğ eləyirlər, uşaqlarımız hökmən getməlidir, gəlsinlər, uğur qazansınlar. Bunlar düzgündürmü? İndi bunu siz daha yaxşı qərar verə bilərsiniz. Axı məktəbin funksiyası o deyilmi? Məktəb elə yetişdirir də bunları. İndi amma burada bir məsələ var ki, evdə bizim uşaqlarımız, məktəbdə bizim şagirdlərimiz, tələbələrimiz oxumaq istəmirlər. Oxumaq istəmirlər. Yəni, biraz narazılığımız ondan da oxumaq istəmirlər. İndi burada sual yaranır. Orada bir də sual yaranır. Bunlar doğrudan mı oxumaq istəmirlər? Yoxsa biz oxuda bilmirik. Bəlkə günah uşaqda deyil, bizdədir. Bu nətər ola bilər ki, uşağın 5 yaşı var. Bu məktəbə gedəcək. Buna deyirlər ki, sən məktəbə gedəcəksən. Orada sənin qardaşın var, bacın var, orada müəllim var və s. və s. Uşaq hər gün o alınan paltarı geyinir, soyunur. Alınan kitabı sumkasına qoyur, çıxardır, suyu dəyişir. Nə bilim, nələrdə gündə bu məktəbə hazırlaşır. Ola ki, gəldi, sentyabrın 15-i gedir məktəbə, əlində gülçək. Bu hamının gözünün qabağında baş verir də. Gedir, bir həftə, 2 həftə, 3 həftə, uşaq da getmək istəmir. Niyə getmək istəmir? Axı, bu 5 aydır, 3 aydır gözünün qabağındadır. Bu məktəb üçün. Çünki evdə məktəb haqqında deyilənlər məktəbdə özünü doğrultmadı. Bu ayın 15-də anasının qucağında oturmuşdu, nənəsinin qucağında oturmuşdu. Və getdi məktəbə, dedilər orada sənin bir anan var, orada gözləyir, nə bilim baba var, falan var, gəldi məktəbə bizi kimi müəllimlər, əzazil müəllimlər, düz otur, düz dur, sağa baxma, sola baxma, su içmək olmaz, aşağı baxmaq olmaz, uşaqla danışmaq olmaz, 45 dəqiqədən tez tənəffüsə çıxmaq olmaz, qızın saçına toxunma, ruçkanı belə tut. Biz bu reglamentə saldıq bunu çərçivəyə saldıq. Axı bu 5 ildə, 6 ildə bunu görməyib. Feysiyasda bunu öyrətməyib. Birdən-birə gəldi, bu mühitə düşdü. Və gördü ki, yox, bu ana deyil. Bu başqa şeydir, ana belə demirdi, nənə belə demirdi, bu belə şey deyil. Və artıq başladı biraz narazı qalmağa və evə gələndə də hamı belə rəvayətlər də artıq deyir ki, uşaq deyir ki, gündə məktəbə mən getməyəcəm ki, bir gün də siz gedin də. Və valideynlərlə başladı belə diskusiyalar yaranmağa. İndi burada bir məsələ var.
Ki, indi siz təsəvvür edin ki, mən bir misalla bunu mən daha real olsun deyərək, bir nəfər, ta ki bir qaçır, bir idmançıdır, qaçır, gəlir, keçir, sənin yanına keçir, ciyarı yanır, su istəyir bir stəkan, su içmək istəyir. Sən ona bir stəkan su verirsən, o suya baxır, içmir, tulluyur, gedir. Bu o demək demir ki, bu su içmək istəyir. Bu yazıq su içmək istəyirdi, amma içmədi. Niyə? Bu istəkanı belə götürəndə gördü ki, əlinin 5-in izi də o istəkanın üstünə düşüb. Və yaxud da o suyun içində bir milçək var. O suyu ona görə içmədi. Biz də ona görə bunları bilməliyik ki, uşaqların potensial enerjisini biz nə cür kinetik enerjiyə çevirə bilərik. 1-ci sinif, 4-cü sinifdən, 5-ci sinifdən, o aşağı siniflərdə. Biz onu eləmirik. Və sonra da bütün uşaqlara yüklüyürük ki, xalqın uşağı belədir, xalqın uşağı belədir, sənə belə qayğı göstərəm, belə qayğı göstərəm, sən bunların öhdəsinə gələ bilmirsən. Heç bir valideyn özündə günah görmür. Victor Hugo deyirdi ki, Allah Teala heç bir uşağı pis olsun deyə yaratmaz. Heç ola bilməz. Biz onu pis eləyirik. Uşaq bizdən nə istəyir? Uşaq səmimi münasibət istəyir, hörmət istəyir, ehtiram istəyir, bir də ondan ruhlandırıcı söz istəyir. İndi görək, ya evdə, ya valideynlər, ya məktəb deyirik mi? Səni sevirəm, sənə güvənirəm, səninlə quyur duyuram. Bilmirsən, əlinə vuruq, ayağına vuruq, düz eləmədin, orada saxla, burada saxla, bacarmadın. Bəs Yevrey anası nə deyir, Yəhudi anası nə deyir? Mənim oğlum ağıllıdır. O indi hökmən bacaracaq. Əgər bir insan bunu bacarırsa, sən də insan, hökmən sən də bacaracaqsan. İndi bacarmamısın, gələn dəfə bacaracaqsan, növbətəvə daha yaxşı eləyəcəksən. Belə mi? Biz həmişə deyirdik ki, evdə uşaqlara nə deyirik? Bunu yiyinə, bunu yi. Yeməsə xoxan gələcək, qorxuda filan. Belə eləyəcək. Bəs Yəhudi nə deyir? Deyir, bu yeməyini güclən, gedək düşməni qovaq. Bizim mollalar bizi fanatizmə yuvarlandıranda, Yəhudi anası, Yəhudi atası, Yəhudi müəllimi deyirdi ki, ay bala, bizim pis işlərimizin səbəbkarı şeytandır, şeytan. Demirdi, gedək şeytanı daş ataq. Deyirdi, şeytan qələmin ucundadır, qələmin ucunda, şeytan qələmin ucunda. Sən nə qədər çox yazsan yazı, şeytan sən o qədər qovmuş olursan. Elm təhsildir də. Buna demədi ki, oxu. Buna deyirsən, şeytanı qovmaq üçün belə eləməlisən də. Bu da oxumaq, maraqlandırmaq, bu bizdə varmı? Bilmirəm. İndi biz, uşaqlar gəldi dünyaya. Mən riyaziyyatdan qabiliyyətim aşağıdır, zəifəm. Bu valideyn gündədir, beləsən, eləsən, filansan. Mən neyinim buna? Sən mən dünyaya gətirmişsən də. Mənim imkanlarım sənlə bağlıdır. Mən valideynlərdən gətirdiyim imkanlardır. Mənim riyazi qabiliyyətim yoxdur. Məndə o qabiliyyət yoxdur. Sən məni öldürəcəksən. Sən filan xalqın uşağı belədir, sən də belə ol deməklə deyil. Mən sənin əsərinəm. Sənin yaratdığın əsər belədir. Xalq öz uşağını belə yaradıb, sən də belə yemək imkanım ona çatmır. Sən mənə niyə onu istəyirsən? Sən niyə mənə boyundan yuxarı tullamağı tələb eləyirsən? Sən necə varamsa, sən məni elə qəbul elə. Onda hər şey düzgün olacaq. Dünyanı dəyişən insanlar heç də dünyada ən yaxşı oxuyan, ən yüksək ali təhsil alan insanlar deyil. Bəzən elə kəşflər var ki, həmən kəşfləri eləyən insanlar təsadüfi adamlardır. Yəni ki, onlar gözlənilməyən adamlar ki, onlar o kəşfləri eləyiblər. Həm fiziki cəhətdən, həm zeyli cəhətdən vaxtilə çox zəif insanlar olub. Biz isə o uşaqları tənqid eləməklə onları quruduruq. Bir film var, yadımda Hindistan filmidir səvilərimizə, adı da belədir, Yerdəki Ulduzlar. Burada bir müəllim obrazı var. Nikol adında. Valideyn uşağı biraz xəstədir, onu tənqid eləyir, filan eləyir, danlayır, bacarıqsız, qabiliyyətsiz hər şey. Ona bir misal çəkir. Deyir ki, Solomon adalarında insanlar ağaçları kəsmir, ağacı kəsmir, ağaca dəymir. Yığışırlar ağacın ətrafına, başlayırlar qarğımağa, ağacı qarğıyırlar. Ağac birazdan sonra quruyur. Və siz də burada qadınlar çoxdur görürəm. Siz evdə də gülə bir sevgi göstərməsəniz, münasibət göstərməsəniz, gül öz-özünə küsür də, elədir.
Bağışladı bir insanlar da belə. Hey, bu insan bunu bitki eləyirsə, insan delədir. Ürəyi qırılır və müəllimlə valideyn, uşaqla valideyn arasında, uşaqla müəllim arasında bir uçurum yaranır ki, o uçurum da getdikcə nə eləyir? Dərinləşir. İndi burada nə eləyək? Burada eləyək ki, bizim bir amacımız nədir? Hamımız çalışıb, biz uşağımızı dəyişməliyik. Mənim uşağım hökmən qonşunun uşağı kimi tibb universitetinə girməlidir, hüquq fakültəsinə girməlidir və bunun dünyasını mən dəyişim. Bunu nə edəcəm? Burada bu riyaziyyat müəllim yanına göndərəcəm, sonra fizika müəllim yanına. O riyaziyyat müəllimi azlıq eləyir. Oradan çıxardıb o birisi riyaziyyat müəllim yanına göndərəcəm, bu riyaziyyatçı eləyəcəm. Buna imkan var mı? Bu uşağın buna imkanı var mı? Sən bunun beyni bunu götürmür. Sən neyi yiyəcəksən? Sən uşağı dəyişmək istəyirsən. Sən uşağı dəyişə bilməzsən. Uşağın təbiətini heç kəs dəyişə bilməz. Sən də dəyişə bilməzsən. Məktəb də dəyişə bilməz onun təbiətini. Onun təbiəti nədirsə odur. Sən özünü dəyişəcəksən. Sən uşağa münasibətini dəyişəcəksən. Biz bunu etməliyik. Amma hamı uşağı dəyişmək istəyir. Hamı deyir ki, mənim uşağım hökmən 600-700 bal toplamalıdır. Amma hərənin bir imkanı vardır. Bu nətər toplasın? Kəs imkan vermirsən ki, o özü kimi olsun. Axı, mümkün deyil. Bax, göydən yağış yağır. İndi hamı onu müşahidə eləmir. Yağış yağır. Bir tərəfdə yağışdan sonra görürsən gül çıxır, o bir tərəfdə qanqal çıxır. Orada da gül çıxsın da. Çünki o torpağın bətrində olan qanqaldır, onun fitrətindəki qanqallardır. Qanqal çıxır da. Lazımsız otlar çıxır oradan. Burada da qızıl gül var bunun fitrətində, bunun təbiətində. Oradan da o çıxır da. Farabi deyirdi ki, təhsil tərbiyə insan mahiyyətini heç nə vermir. Onda sual yaran ki, bəs onda biz nə oxuyuruq? Deyir ki, təhsil tərbiyə insanın mahiyyətində olanları üzə çıxardır. Əgər o məndə varsa, o təbii imkan varsa, o toxum varsa, onu üzə çıxardır. Yoxsa Fərux Rüstəmov aparıb Milanda oxutma, harada oxudursan, ondan musiqisi çıxacaq. Çıxmayacaq. Çünki bunda o qabiliyyət yoxdur, bunun fitrətində o yoxdur. Sən bunu inkişaf etdirə bilməzsən, sən ondan musiqiçi filan şey yetişdirə bilməzsən. Hamının başını eyni ülgüclə qırxmaq olmaz. Atalar deyirdi ki, qanı damara görə alırlar. Biz də belə eləməliyik də. Amma vaxt var idi, eradan əvvəl Senega deyirdi ki, biz elə bil ki, məktəb üçün oxuyuruq. Amma biz həyat üçün oxumalıyıq. Məktəb bizim üçün müvəqqətidir, keçicidir. 10 il, 11 il oxub qutaracaq. Məktəbin işimiz yoxdur. Biz həyata alışmalıyıq. Həyatı öyrənməliyik. Həyatda nələr lazımdır bizə? Bizə həyat yox, biz məktəb lazım. Biz məktəb üçün, məktəbdə qiymət üçün oxuyuruq. Və sonra da bu qiymətlər elə kağız üzərində qalır, heç də bunun əhəmiyyəti olmur. Və bunlar təbii ki, biz bəzən də çox şey uşaqlara məcbur bildiyimizə görə bəzən problemlərlə yaşamalı olur. İndi burada bir məsələ var ki, bu öyrətmək istədiklərimizi nə cür intensivləşdirək? Bu ənənəvi pedaqogika bunun öhdəsindən gələ bilirmi? Gəlmir. Çünki ənənəvi pedagogikanın özündəki yanlış nəzəriyyələr bugün də davam eləyir. Davam elədiyini görə öhdəsindən gəlmək olmur. Məsələn, nə deyirdilər? Pedagogikada uşaqlar anadan bərabər imkanlarla doğulur. Ona görə də hamı eyni məktəbdə oxumalıdır. Bu belə deyil. Bunu hamı bilir ki, belə deyil. Uşaqlar bərabər imkanlarla gəlmir. Hamı da bərabər imkanlarla eyni məktəbdə oxuya bilməz. Məktəblər fərqlənməlidir. Təmayüllü məktəblər yaranmalıdır. Siniflər yaranmalıdır. Bu əgər belə olarsa, avtomatik olaraq repetitorluqlardan qalxacaq. Hamı öz uşağının səviyyəsində biləcək və onunla razı olacaq. Niyə bu universiteti qutarıb sonra gedib haradasa kassir işləməlidir və ya haradasa başqa sahələrdə çalışmalıdır? Biz bunu əvvəldən eləməliyik ki, sənin imkanın, qabiliyyətin buna çatır, buna da sən gedəcəksin. Məsələn, hətta 20-ci illərdə, keçən əsrin 20-ci, 30-cu illərində Azərbaycanda belə bir test var idi. Testindən yoxluyurdu uşaqları. Gəlirdi A sinifinə, B sinifinə, C sinifinə. A sinifində ən güclüləri oxuyurdu, B sinifində ortalar, C sinifində zəiflər oxuyurdu. Sonra ibtidai məktəbdə bir dəyişmələr olurdu. Orada keçirdi, buraya keçirdi. Və sonra qutarandan sonra yuxarı siniflərdə ayrı-ayrı təmayüllər üzrə gedirdi. Sonra pedologiyanı ləğv elədilər. Dedilər, yox, insanlar hamısı bərabərdir. Pedologiya deyir ki, elə deyil. Hər kəsin öz qabiliyyəti var, ona uyğun olmaq lazımdır.
Sən zorla deyilsən, sən ne zorla? Və o birləşdirdilər. İndi biz fikirləşirik və təklif də edirik ki, müəyyən müddətdən sonra orta məktəbdə təmayüllü məktəblər yaranmalıdır. Əgər mənim riyazi təfəkkürüm yoxdursa, mən niyə riyazi təfəkkürü olan uşaqla bir sinifdə oxumalıyam? Riyaziyyat müəllimi gəlir, Newton Lewis düsturundan başlayır, da nə bilim haralara gedir, çətin loqaritmlərə gedir. Mən də bunu dinləmək məcburiyyətinə. Dinlədikcə də xoşum gəlmir, müəllimdən zəhləm gedir. Çünki mən ədəbiyyatçı olacağam, fikirləşirəm ki, nə olaydı, bu riyaziyyat tutaraydı, gedəydim ədəbiyyat müəllimi yanına. Bu dərs tutarır, ədəbiyyat müəllimi gəlir. İndi bayaqdan riyaziyyata həvəslə qulaq asan, artıq ədəbiyyat müəllimindən zəhləsi gedir ki, nə olaydı, tutaraydı, mən gedəydim fizika müəllimi yanına. İndi olmazmı ki, bu qutardıq, ümumiyyətlə, mən fikirləşirəm ki, təhsil 12 illik olmalıdır. 10 il ümumi təhsil qutarmalıdır. 11-12-ci liseylər olmalıdır, müstəqil ayrıca, məktəblərin içində yox, müstəqil ayrıca. Ciddi imtahan verməyinə uşaqlar oraya köçməlidir. Nətər bugün Zərif Əliyeva adına lisey var, başqa liseylər var. Qəbul da yüksək səviyyədədir, münasibətlər də yüksək səviyyədədir. Buna da məsələ həll olub çıxıb getməlidir. Və bu, o repetitorda onda olmayacaq, heç nədə olmayacaq onda. Bu repetitorluq qamçılamaqla deyil. Hə, onda olacaq, bəlkə də elə repetitorluqda hamısı sıradan çıxacaq, ən güclüləri qalacaq ki, onlar uşaqları dünya olimpiyadasına hazırlayacaq. Belə 5-ci sinifdən dərsə get, hazırlığa get, belə şeylər təcridən ağırdan qalxmalıdır. İndi burada qulaq asanların bəlkə də çoxunun yadında ki, 90-cı illərdə bu dollar dəyişmə yerləri var idi. Polis buradan qovurdu, oradan gəlirdilər, oradan qovurdu. Ekseslər yarandı. Təbii şəkildə her şey yoxa çıxdı. İndi yolda biri sənə baha da pul versə, sən ona heç vaxt risk eləməzsən ki, yox. Müəssisə var ki, mən müəssisədə pulumu dəyişəcəm, sən bana alada bilərsən. Biz o cür getməliyik. Çünki Avropa təcrübəsi var, Türkiyə təcrübəsi var. Rahat o təcrübələrdən istifadə etməliyik ki, və o məktəbimizdə də bu problemlər keçiklə aradan qaldırılacaq yarım. Məktəbdə təhsilimizdəki ən vacib problemlərdən birini də mən dilə gətirim, səriştəli valideyn. Biz bugün səriştəli şagirddən danışırıq, şagird hansı kompetensiyalara malik olmalıdır, səriştəli müəllimdən danışırıq, bu kompetensiyalara müəllim hökmən malik olmalıdır, onu sevməlidir, bunu sevməlidir, belə elə, bu da yaxşı. Valideyni yaddan salan yoxdur. Əsas valideyndir. Valideyn yaddan çıxıb. Sovet cəmiyyətində, Sovet dövründə, Sovet məktəbində məktəbin üzərinə qoyulan vəzifələrdən biri həmən müəllimin mütəmadi olaraq məktəbə gətirilməsi, onun pedaqoji hazırlığı, pedaqoji təbliğat vacibidir. Bugün o heç bir dövlət sənədində də yoxdur və məktəbin də elə bir funksiyası yoxdur. Vaxtilə var idi məktəbdə valideyn universitetləri vardı, valideyn institutları vardı, açıq qapı günləri vardı, alimlər gedirdi, danışırdı. Bugün yeni kurikulum və s. Valideynlər onu bilir, pedaqoji təhsillər bilir, qalanlar bilmir. Biz hansı valideyni çağırıb məktəbdə bir mühazirə oxumuş ki, uşaqların indi yaş dövrləri dəyişib, belə olanda belə eləmək lazım, belə olanda belə eləmək lazım. Bu sizin dövrümüz deyil. Uşaqla belə oynayın da hər gün telefonu uşağın əlinə verib, telefonla danışmır, öz işinizi görmür. Yoxdur bunlar. Ona görə də səriştəli valideyn olmadığına görə üçbucaqdır da, üçbucaqdır, uşaqdır, məktəbdir, valideyn də ailədir, belə deyək, elədir. Bunun bir tərəfi sınıfı yoxdur. Səriştəli valideyn yoxdur. Ona görə də böyük problemlərin biri də ki, səriştəli valideyndir ki, səriştəli valideyn olmadığına görə müəyyən problemlər yaşayırıq. Çünki bəzən uşaqlar 2 yaşından 3 yaşını aparırlar, İngilis dili edirlər, nə bilim, neynirlər, kurslara qoyurlar. Mənim nəvəm onu da bilir, bunu da bilir, filan da bilir. Bizim profesör Ramiz Əliyev var, psixolog. Onun da bir bacısı qızı vardı. Elə o da uşaqlarını belə qoydu. Dedi ki, mənim uşağım wunderkinddir. Uşağın həkim tapa bilmirlər onu müalicə eləsin. Biz kal armudu yeyə bilərsiniz, armud yetişməsə. Və niyə uşağın beyni kaldır? Bunu niyə aparırsan oraya? Allah Teala bunu Sovet dövründə 7 yaşdan gedirlər məktəbə. Bunu 2 yaşdan, 3 yaşdan beyni kal aparırsan bunu, o da kal yiyir, boğazında qalır. Sonra da artıq məktəbdən bezir. Bir Rus alimi var, Tatyana Çernkovskaya. Deyir, mənə belə müraciətlə deyirəm, sənin çünki ağlın yoxdur. O 2 yaşlı uşağı, 3 yaşlı uşağı bunları belə olur. Çünki beynin özünün təlim yükünə hazır olmalıdır, beyin. Fiziki əməklə məşğul olan insanla, zehni əməklə məşğul olan insana fərq var. Zehni əməklə məşğul olan insan, fiziki əməklə məşğul olana nisbətən oksigeni 18 dəfə çox istifadə edir.
Mən bənnayam, ev tikirəm. Bir dənə, iki dənə daşı qoyanda ciddi fikirləşirəm. Sonra daşları qoyanda fikirləşmirəm. Elə mexanik oraya qoyuram, çıxıb gedir. Getdikcə də beynim işləyir, ürək işləyir, hərəkət eləyirəm. Problem yaranmır. İndi mən burada oturmuşam, danışıram. Gah oradan, gah buradan. Beynimdə görür, nə qədər sürətlə bu informasiyanı mən emal eləyirəm sizə çatdırmaq üçün. Çox sürətlə eləyir. Beyin işləyir sürətlə, dəyirman. Ürək işləmir axı, ürək öz ritminlə işləyir. Ona görə də dözə bilmir də. Ona görə buna çox oksigen lazımdır. İstənilən ziyalı getsin, dərs keçən müəllim, həkim yana deyəcək ki, sənin ürəyin arxa divarında oksigen çatmır. Çünki biz oksigenlə düzgün təmin qidalana bilmirik. Beyinə qan yaxşı getmir. Buna görə də biz də beyni yetişdirməliyik, gətirməliyik ki, bu nəsə bizə bir nəticədə deməli bir fayda verə bilsin. Biz isə nə edirik? Zor gücünə bilik veririk. Belə bir fayda var indi. Zor gücünə bilik. Ümumi təhsil məktəbində bizim qiymətləndirmə konsepsiyamızda 4 səviyyə var. Birinci, ikinci səviyyə, üçüncü, dördüncü səviyyə. Niyə hər bir şagird bu səviyyənin 4-ünü də bilməlidir? Çoxu bilməlidir. Minimum səviyyələr var da, oxu bacarıqda, yazı bacarıqda, hesablama bacarıqda, bir də müəyyən dəyərlərdir. Şagirdlər bunları bilsə, kifayətlənə bilməzlərmi? Zorla gətirəndə nə baş verir? İngilis alimi var, psixolog, pedagog Ayzek deyir ki, əgər biz atı su axırının yanına gətirə biliriksə, məcburən uşağı da bu qaydada məktəbə gətirə bilərik. Biz ata su içməyə məcbur edə bilmədiyimiz kimi uşağı da məcbur edə bilmərik. O qədər atı göstərib içməyəcək də. Əgər su içmək istəmirsə içməyəcək. Ona görə də uşağın bir daxili motivasiyası olmalıdır ki, o içsin, bilsin nədir. Bax, indi valideynlər buradadır. 70-80-90-80-ci ildə də belə deyək də. Valideynlərimiz bizə dərman verirdilər, içmək üçün, xəstələnmək üçün filan dərman. Nə cür verirdilər? Tabletkanı qoyurdu zəhər kimi dilinin altına, biraz da su verirdi, içməndə də döyürdü. O da zəhər kimi idi. İndi valideynlər onu eləmir. Niyə? Çünki həmən dərmanın içine sirop qarışır, şirin şey. Uşağa verirsən, uşaq elə bir ki, şirin bir şey içir. Amma uşaq başa düşmür ki, dərman onun içindədir. O zəhər kimi dərman var, sağlamlaşdırıcı. Onun içindədir. Bax, biz də təhsil uşağı elə verməliyik. O hiss eləməməlidir. Birinci sinifə gələn uşaq düzdür, düz otur, onu elə yox. Birinci sinifdə, ikinci sinifdə təlim prosesi bütövlükdə oyun şəklində qurulmalıdır. Üçüncü sinifdən, dördüncü sinifdən ağır təlim əməyinə keçmək olar. Bizdə bu yoxdur. Çin nümunəsi var. Ondan sonra Finlandiyada mən dəfələrlə almışam, Finlandiya nümunəsi var. Getmək lazımdır, gəlmək lazımdır. Gedirlər, gəlirlər, oxuyurlar. Lazımlı şey yox, lazımlı şeylər tədqiq edirik. Və bu da bizdə müəyyən problemlər yaranır. Bunun haqqında mən. Hər şey indi zaman dəyişib, onun mədəniyyət ölçüləri dəyişib, hər şey dəyişir. Biz də ona uyğun olaraq öyrənməliyik və danışmalıyıq. Ona uyğun işi qurmalıyıq. Carnegie deyir ki, mən hər yay balıq ovuna gedirəm. Balıq ovuna gedəndə üstünə çiyələk çəkilmiş çörək özümdən aparıram belə. Mənim çox xoşuma gəlir. Amma mənim isə məqsədim balıq tutmaqdır da. Öyrənmişəm ki, balıqların üstünə çiyələk çəkilmiş çörəkdə heç xoşu gəlmir. Amma mənim xoşum gəlir. İndi mən üstünə çiyələk çəkilmiş qarmağı balığa versəm, o yeməyəcək. Çünki xoşu gəlmir. Mən də təlimdə bu gündəyəm. Nəyi mən istəyirəm uşaq da onu eləsin. Balığı nədən xoşu gəlir? Qurtdan. Mən ona deyir, çörək yox, qurt verirəm. O nə istəyir? Uşaq nə istəyir? Təlimi nə cür qurmaq istəyir? Feltrenin şadlıq məktəbi var idi. İtaliyada bir məktəb qurmuşdu, oyun məktəbi. Rusiyadan oraya uşaq aparırdılar. O skolastika dövründə. Biz məktəbi elə qurmalıyıq ki, uşaq evdə valideynin əlindən qaçsın, məktəbə getsin. Amma uşaq məktəbə getməsə, məktəbdən evə qaçır. Və tərsin o. Bunlar deməli, təbii ki, və bir də məktəbdə şagird-müəllim münasibətlərində subyektiv münasibətlər əvvəl var idi. Belə, bizim dövrümüzdə də var subyektiv münasibətlər. Hansı uşaq ki, yaxşı oxuyur, müəllimlər ona diqqət göstərirdi. Hansı uşaq ki, intizamlıdır, ona diqqət göstərir. Bunlar var idi. İndi bu subyektivlik biraz da öz əhatə dairəsini genişləndirir. Bu,
Fərrux müəllimin oğludur. Filan yerdə işləyir. Bu da filan kəsin qızdır, filan yerdə işləyir. Ona qarşı diqqət artıb. Müəllim artıq sinifdə tarazlığı itirib. Tarazlıq, əksər müəllim tarazlıq itirib. Təbii hamıya deməyək, əksər müəllim itirib. Onda Amerika alimləri var, John Borfi və Qutta müəllim-şagird münasibətləri adlı bir əsər var. Deyir ki, əgər müəllim hiss eləsə ki, bütün şagirdlərə eyni münasibət göstərə bilmir, tərəzinin gözü əyilir, artıq o müəllim məktəbdən keçməlidir. Amma təəssüf ki, bizdə bu yoxdur. İndi biz təbii ki, bütün müəllimlər və biz uğur qazanmaq istəyirik. Nə cür uğur qazanaq? Birinci, uşağın heysiyyatına müraciət etmək lazımdır. Şagirdə öz nailiyyətlərini göstərmək lazımdır. Sinifdə rəqabət yaratmaq lazım deyil. Rəqabəti ehtiyatla müdafiə etmək lazımdır. Uşağı tərifləmək lazımdır. O belə, tənqid, məsələn, ruhlandırıcı tənqiddən istifadə eləmək olar. Xüsusilə ibtidai sinifdə, bunu eləməmsən bu tapşırıq, ev yoxdur, gələn dəfə eləyərsən, həmən söz eləməyib də. Birinci misal, baxaq görək nə cür eləmişsən, burada gəlmişsən, burada alınmayıb, yox alınmayıb, birinci misal alınmayıb. İkinciyə baxaq görək, yox bu da alınmayıb, üçüncüyə baxaq bu da alınmayıb. Ev yox, gələn dəfə alınaq, sən misalına baxın görüm. Bu misal çətin idi ümumiyyətlə. Elə mən də sizin vaxtınızda, bunu mən özüm də eləməmişdim o vaxtı. Filan müxtəlif şeylər. Sən düz eləmirsən, sən düz eləmirsən. Analogiya gətirməklə, başqası belə, yəni müxtəlif təsir edici şəxsiz tənqidlərlə və s. Tənqid işarə ilə elə bir şey eləmək olar ki, şagirdlər, müəllim arasında bir münasibət, isti bir münasibət yaransın. Bu yaxınlarda mən bir yazı oxudum, daha doğrusu videoydu. Deyir ki, bir türk deyir ki, qarşılaşır müəlliminlə, deyir ki, mən sənə minnətdaram əziz müəllimim. Deyir, oğlum, sən kimsən, mən səni tanımadım. Deyir, mən sənin şagirdin olmuşam. Deyir, vallahi xatırlamıram. Deyir, yadındadır mı, sinifdə bir qız saat itmişdi. Deyir, hə, o yadımdadır. Deyir, o saatı mən uğramışdım. Siz dediniz ki, hamı cərgə düzülsün, mən özüm bu saatı axtaracam. Deyir, hə, dedim, yadımdadır. Və siz axtardınız, o saatı mənim cibimdən tapdınız, amma uşağın içində demədiniz. Ondan sonra mənim həyatım dəyişdi, mən onu oxudum, bunu oxudum, məsələn, həyatım belədir falan. Deyir, ay oğlum, mən o saatı axtaranda özüm də gözümü yummuşdum. Müəllim bu cür olar da, müəllim bu cür olar. Amma isə biz... Müəllim də, direktor da, yəni biz bunları hamı bilirik, siz bunları məndən yaxşı bilirsiniz. Mən də evdə valideyn kimi bunu nəzərə almıram. Siz özünüz də müəllim kimi, valideyn kimi bunu nəzərə almırsınız. Sadəcə problemimiz budur. Bizim problemimiz budur. Bizim Qur'an-ı Kərim kimi müqəddəs bir kitabımız, yol göstərən ikinci bir kitab yoxdur. O cür olsaq dünyada bir nömrəli insan olarıq. Hələ o xalq, millət o tərəf qalsın da biz özümüz. Onları oxuyuruq, əməl eləmirik. Dünya alimləri fikirləşiblər ki, İnsan nə cür olmalıdır Quran-ı Kərimə görə? Hamısını yığıblar. Təqvalı olmalıdır, ədalətli olmalıdır, xeyirxah olmalıdır, səqavətli olmalıdır, filan. Ta ki bir 50 meyar müəyyənləşdiriblər. Sonra gətiriblər bütün dünya xalqlarını o meyarla yoxlayıblar. 38-ci yerə qədər bir dənə müsəlman ölkəsi yoxdur. Hamısı xristiyanlardır. Bilirsiniz mi? Müsəlman deyil. Amma Quranın müəyyən etdiyi yolla yaşayır, əxlaqla yaşayır. Birinci yerlərdə də kimdir? Danimarka, İsveç, Norveç, Danimarkadır. 38-dən sonra nə Malaziya gəlir, o birisilər gəlir. Heç bu yanımızdakı müsəlman ölkələri gəlmir. Heç biz də yox orada. O Cəladdin Əfqani deyirdi ki, gəzdim bütün şərq dünyasını, bir dənə müsəlmana rast gəlmədim. Getdim, gəzdim, xristiyan hamısı müsəlman idi. Yəni, o söhbət əməllə ölçülür, onu oxumaqla ölçülmür ki. Quranı bildiyi, əzbərədi, ayəsi budur, surəsi budur, falan. Onu bilmək şərt deyil ki. Ona nə cür əməl eləyirsən? Vacib olan şərt budur. Vacib olan şərt budur. İndi burada mən bir yəqin ki, siz o da olmamış olmaz. Bir Singapur məktəbinin direktorunun bir məktubu var. Əgər etiraz eləməsəz, balaca bir məktub, mən onu sizin üçün oxuyum. Buyurun. Buyurun.
burada tapım. Deyir ki, imtahan verməlidir uşaqlar. İmtahandan qabaq məktəb direktoru valideynlərə belə bir məktub göndərib. Əziz valideynlər, uşaqlarınızın imtahanları tezliklə başlayacaq. Bilirəm ki, hər biriniz övladınızın imtahanda uğurlu nəticələr üçün narahatsınız. Elə bu bizim millətli tosunum. Amma xahiş edirəm, unutmayasınız ki, imtahana girən uşaqlar arasında riyazi biliklərə ehtiyacı olmayan, tarixi və İngilis ədəbiyyatını əhəmiyyətsiz hesab edən, kimyadan aldığı qiymətlər önəmli olmayan bir musiqiçi, fiziki olaraq sağlam olması fizika dərsindən daha əhəmiyyətli olan bir idmançı olacaq. Əgər uşağınız bütün fənlərdən yaxşı nəticə göstərərsə, bu çox yaxşıdır. Əgər bunu bacarmazsa, xahiş edirəm, uşağın öz güvənini əlindən alıb qürurunu sındırmayın. Onlar həyatda daha böyük işlər üçün uyğun kadr ola bilərlər. İmtahanda necə qiymət almasına asılı olmayaraq onları həmişə sevəcəyinizi və onları günahlandırmayacağınızı onlara bildirin. Bu zaman onlar dünyanı fəth edəcəklər. İmtahan və aşağı göstəricilər uşaqların xəyal və bacarıqları əllərindən ala bilməz. Bir də düşünməyin ki, həkimlər və mühəndislər dünyada tək xoşbəxt insanlardır. Mən həmişə auditoriya gələndə birinci ildə soruşuram ki, kimin valideyni qəbul imtahanına gedən deyir ki, qızım, sən neçə alsan mənim balamsan, fikirləşmə, sən kəsilə də bilərsən, ən az bal toplaya bilərsən. 10 il bundan qabaq, 11 il bundan qabaq bir nəfər də yox idi. İndi Allah'a şükür insanlar biraz dəyişib ki, heç olmasa bir 30%, 40% əl qaldırır. Çünki bu özünü dənizə atanlar, intihar eləyənlər, belə problemlər var ki, artıq valideynlər oyanıblar ki, bu diplom nə daxı? Bir kağızdır da. Onu taxta taca qoymaq lazımdır. İndi bugün diplom alırsan, sabah imtahan vermirsən, heç kəsə lazım deyil. Sənə bacarıq lazımdır, bilik lazımdır. Sən bir sənətkar olursan, hər şey qazana bilərsən. Sənin sağlamlığı mənim üçün daha vacibdir. Nəyin ki, intellektualca olub və xəstə olmaq. Nizam Gəncəv nə deyir? Deyirdi, neynirəm o qızıl teşlik onun içində qan tutacaq. Bizə sağlam insanlar lazımdır. Və təbii ki, bütün təhsil də təlimin məqsədi ümumiyyətlə xeyirxahlıq olmalıdır. Biz uşaqlara aşlaya biləcəyimiz birinci keyfiyyət onun xeyirxahlıq olmalıdır. Birlikdə irəli gedib, əxlaqda geri qalan, o irəli gedmir. Böyük alimdir, əxlaqı yoxsa tullu tərəbə, memardır filan, o ziyan eləyəcək, bu problem yaradacaq. İntellekti filandır, əgər Azərbaycanı, onun musiqisini, onun ədəbiyyatını bilmirsə, xaricə gedirsə, onu istənilən vaxt bizim əleyhimizə qaldıra bilərlər. O köksüzdür. Millətini sevməyən, dövlətini sevməyən, onun tarixini, ədəbiyyatını, musiqisini, incə sənətini bilməyən insan o qədər yaxşı riyaziyyatçı olsun. Bilmirsə, ondan inanma ki, nəsə müsbət bir şey alına bilər. Yaxşı riyaziyyatçı ola bilər. Haradasa dar məqamda problemlər yarana bilər. Ona görə deyir ki, tərbiyəsiz bilik, odunsuz ocaq, biliksiz tərbiyə, bədənsiz ruh. Burada deməli, bu əxlaqla bağlı olan bir də xırda bir məktubda var. Bu məktubu Almaniyada yazıblar. Almaniyada bir məktəb direktoru yazıb müəllimlərinə ki, mən xahiş edirəm, siz nə cür müəllim olun? Laf, and içmişsiniz, dərs keçmişsiniz, pedagojinin üstü tutarmısınız, özünüz bilərsiniz. Amma mən xahiş edirəm, auditoriya girirsiniz, siz nə cür müəllim olun? Onlara belə bir məktub göndərib. Mən ölüm düşərgə, müharibədən sonra yazılıb bu məktub. Mən ölüm düşərgəsindən sağ qurtulanlardan biriyəm. Gözlərim heç bir insanın görməməli olduğu şeyləri görüb. Yaxşı təhsil verilmiş və yetişdirilmiş mühəndislərin inşa etdiyi qaz otaqları, yaxşı yetişdirilmiş, savadlı həkimlərin zəhərlədiyi uşaqlar, işini yaxşı bilən tibb bacılarının vurduğu iynələrlə ölən körpələr, məktəb və universitet məzunlarının öldürüb yandırdığı insanlar. Bu səbəbdən təhsilə şübhə duyuram. Sizlərdən istəyən budur. Hər şeydən əvvəl şagirdlərinizin insan olması üçün çalışın. Canavarlar və bacarıqlı psixlər olmasın. Oxuma, yazma, riyaziyyat uşaqlarınızın daha çox insan olmasına kömək edərsə, onda həqiqətən yararlı olar.
Ona görə də bəşəriyyətin və bu gün də görürsünüzmü, insan intellektual cəmiyyədən inkişaf edir. Evində oturursan, bütün dünyanı idarə edirsən. Bu müharibə gedir, heç evindən çıxmırsan. Elədirmi? Bunlar intellektualın inkişafı hesabınadır da. İntellektual alimlər yetişib, ölümcül silahlar yaratıblar. Nə qədər bunlar sürətlə artırsa, əxlaq da, mənəviyyat da, bölünmüş dünyanı yenidən bölmək də, körpə uşaqları öldürmək də, qanla susamaq da o qədər sürətlə artıb. Amma dünyada bundan danışır. Baxın qonşu ölkələrə, ya istərsən deyək ki, Ukrayna olsun, ya İran olsun, ya Fələstin olsun, ya başqa kimisi acından ölür, kimi sudan ölür, kimi də başına bomba yağdırırlar. Əzəldən elə belədir. İnsanın mahiyyəti dəyişmir. İnsan xeyirxah ola bilməyib. İnsan yarananda belə idi. Daşla insan qədim dövrdə bir-birini daşla vurdu, öldürdü. Sonra dəmirlə vurdu. Sonra nizə ilə vurdu. Sonra tüfəklə vurdu. Sonra dəvələrin üstündə gedirdi, atırdı manacaqla filanla. Bugün də göydən bomba tökür. Tüfəklə öldürür. Nə fərqi var? Öldürməkdir də. Mahiyyət deyil ki. İnsan həmən insandır. Schopenhauer deyir ki, insan hər dəfə özünə göstərir ki, güya yeni bir şey danışır. İnsanlar dəyişir. Mahiyyət dəyişmir. Ona görə də biz çalışmalıyıq hər şeydən əvvəl. Heç olmasa indiki dövrdə insan və şəxsiyyət yetişdirilsin. Bu, məktəbdə çox vacib olan elementlərdən biridir. Bir gün deyir ki, mən deyəsən çox danışdım, fikrimi bundan yekunlaşdırım, sonra suallar olarsa çalışsam cavab. Bir gün deyir, bir müəllim gəlir lövhənin qabağında bir dənə bir yazır, sonra bu yana bir yazır, sonra yana bir sıfır yazır. Deyir bu nə oldu? Deyir bu 10 oldu. Sonra bir dənə sıfır yazır, 100 oldu, 1000 oldu. O belə gedir, rəqəmlər artır. Deyir bu gəlir, bu bir nədir? Sonra başlayır bunları izah eləməyə. Deyir bu bir sizin şəxsiyyətinizdir. Sıfır, təcrübə, belə təcrübə filan. Bu sıfırları pozsan heç nə olmur da, elədirmi? Amma bir dənə o 10 dənə, 100 dənə sıfırın qabağına bir dənə o biri pozan kimi o trilyon rəqəm oldu heç nə. Deməli, nədir şəxsiyyət? Bizim də, mənim də deyəcəyimin mahiyyəti budur ki, biz hər şeydən əvvəl məktəbdə də, ailəmizdə də, cəmiyyətdə də şəxsiyyət yetişdirməliyik. Sonra bunların üzərində insan şəxsiyyəti olmalıdır. Bunların üzərində yaxşı müəllim olacaq, Allaha şükür. Yaxşı həkim olacaq, çox şükür. Yaxşı mühəndis olacaq, evlərimiz uçmayacaq. Yaxşı mühəndis olacaq, Bakıda su olanda heç bir problem yaşamayacağıq. Yaxşı həkim olacaq, diaqnoz bizə düzgün qoyacaq. Yaxşı müəllim olacaq, bayaq dediyimiz o məktəbə ki, məbəd kimi girib çıxıb, elə biləcək ki, məktəbdir, məbədgahdır, gəlir çıxır. Və bütövlükdə bizim dediyimiz də bundan ibarətdir və yekun fikrim də ondan ibarətdir ki, bütün cəmiyyət olaraq biz buna köklənməliyik. 700, 800, 900, 1000 bal toplamağa yox. O 700 bal toplayan uşağın bəlkə də Allah hamısına can sağlığı versin. Müxtəlif xəstəlikləri var. Çünki ideal yoxdur, indi özünüz müəllimsiniz də, ideal heç qaz yoxdur. Bu ideal insan 700 bal topluysa, gör özünü nələrdən məhrum eləyir ki, axırda gəlir 700 bal toplayır. Və topladı 700 bal. Nəticə hardadır? Hardadır? Bir universitet rektorlardan birini çağırıb ki, 670 balla girib beynəlxalq hüquq uydu nə idi? Deyir ki, oğlum, sən 2 almısan, bəs müəllimlə problemin mi var? Sənə niyə 2 yazır? Deyib, yox müəllim, rektora deyib, yox vallahi, heç problemim yox. Mən çox istəyir, mən oxuya bilmirəm. Deyir, ay bala, sən 670 bala toplamışsın, 670 bala. Deyir, mən o 4 il yatmamışam, mən yatmaq istəyirəm. Biz bu qəbul prosesi bizim uşaqlarımızın uşaqlığını əlinlə alıb, xoşbəxtliyini əlinlə alıb, sevincini əlinlə alıb, hər şeyini əlinlə alıb. O anlar, o günlər qayıtmayacaq. O qızlar ki, Beşiktaş oynamaq istəyir belə. Onu nə vaxt oynayacaq? Ərə gedəndən sonra oynayacaqlar. Kuklaları nə vaxt oynayacaqlar? Nə vaxt ad gününə gedəcəklər? Nə vaxt ala-bula geyinib qırmızı toyda oynayacaqlar? Özlərini məhrum ediblər bundan. Sonra nə olacaq? Sonra da ali məktəb 4 il, sonra da ailə həyatı və salam. O ödənilməmiş tələbat olanın içində qalacaq. Nədir? Sonra ali məktəbə girəcək, girəndən sonra da işə girəcək, yoxsa girməyəcək. Biz təhsilimizi elə qurmalıyıq ki,
tərəzinin gözü əyilməsin. Vaxtında istirahətimizi elə. Nümunədə 70-80-ci ildə nə repertor var idi, nə müəllim yanına getmək var idi. Ali məktəbdə var idi, qəbul da var idi, oxuyurdular və nəticədə də yüksək idi. İnsanlarda yüksək idi, belə də problemlər yox idi. Amma bütövlükdə Azərbaycan cəmiyyəti bugün pis, yaxşı, nəyimiz varsa, bütün uğurlarımıza görə məktəbə və müəllimlərə borcluyuq. Bizim məqsədimiz məktəb və müəllimi tənqid eləmək deyil. Bizim məqsədimiz odur ki, müəllim ailə olaraq, cəmiyyət olaraq, icma olaraq məktəbə, müəllimə dəstək verməliyik ki, onların da problemləri çoxdur. Nəticədə yeni bir nəsil yetişsin. Cəmiyyətin də öz kataklizmaları var. O cəmiyyətdən insanları keçirdib yeni bir uğurlu cəmiyyətə istiqamətləndir. Təbii ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunan bu normativ sənədlər, hüquqi sənədlər, xüsusilə məktəblə bağlı sənədlər, inanıram ki, Azərbaycan daha böyük zirvələr aparacaq və Azərbaycan bizim webinarın da uğurlu gələcəyimizin təminatçılarından biri də məhz təhsil olacaq. Sağ olun, çox danışdımsa bağışlayın. Düz bir saat. Çox gözəl danışdınız. İnanın, heç suallar belə yoxdur. Yəni, adətən suallar olurdu. Heç suallar yoxdur. Ancaq təşəkkürlər, xoş sözlər yazılıbdı. Həqiqətən də çox gözəl təlim oldu. 26 apreldə biz sizinlə görüşəcəyik. Orada da təlim keçəcəksiniz. Hamı sizin dəyərli fikirlərinizi. Əstəğfurullah, valla mən təlim keçmək fikrim yoxdur. Bunlar danışmırlar. Bunlar mənim bu yetirmələrim var orada, mənim müəllimlərim var. Onlar hamısı danışsa məndən də yaxşı danışarlar. Sadəcə mən biraz bu auditoriya bir vərdişkaram. Onlar ola bilsin ki, biraz çəkinə bilər. Onların hər biri peşəkardır və bir də bu həyatdır, təcrübədir. Özləri də bu işin içərisindədir. Hamı bunu bilir. Sadəcə biz fikir mübadiləsi aparıq ki, belə olsa nə cür olar, belə olsa nə cür olar və daha yaxşı etmək üçün nə lazım? Bir baş deyir yaxşıdır, ikisi daha yaxşıdır. Bir İradə xanımın sualı var, buyursun. Görək. Səsinizi açın kameranı. Ağlıdır o səs var. Eşidirsin. Axşamınız xeyir olsun. Mən də hər kəsi salamlayıram. Fərux müəllim çox sağ olun. Çox dəyərli məlumatlara görə. Məni yəqin ki tanıdınız. Mən də sizi kimi bir çox ölkələrdə olmuşam. Finlandiya, Estoniya, Singapur, Yaponiya. Orada orta məktəblərdə, təlimlərdə, dərslərdə olmuşam. Həqiqətən bizdəki kimi rəqabət yoxdur. Yəni, nə mənada rəqabət yoxdur? Mütləq mənim uşağım 5 almalıdır və yaxud da summativlərdə yüksək nəticə göstərməlidir və filan ali məktəbə hökmən girməlidir deyə bir şey yoxdur. Bir də bizdəki valideynlərlə o valideynlər arasında çox böyük fərqlər var. Mən bunun özüm canlı şahidi oldum. Yəni, rəqabət var, amma bizdəki dərəcədə rəqabət yoxdur. Rəqabət nə mənada var? Hər kəsin bacarığına görə. Yəni, hökmən deyil ki, hüquqşünas olsun, siz dediyiniz kimi, həkim olsun və s. Məsələn, bir də orada nəyin şahidi oldum? Müəllimlər şagirdləri qiymətləndirmirlər. Sən daha yaxşı bilirsən və yaxud da səndən yoxdur. Biz adətən belə tərifləyirik də. Amma onlarda belə bir şey yoxdur. İkinci bir tərəfdən hər bir şagirdə fərdi yanaşırlar. Məsələn, daha çox bacarıqlara üstünlük verirlər. Bir də orada şagirdlərdə nəyə müşahidə elədim? Məsələn, biz hər sinifə 3-4 müəllim girirdik də, daxil olurduq. Oradakı şagirdlər bizə belə saymadan baxmırdılar da, belə deyək, əhəmiyyət vermirdilər. Amma bizdə məktəbə, sinifə bir müəllim girən kimi bütün uşaqların hamısı fikri yoxlamam gəldi, kim gəldi, nə oldu, nə baş verdi. Bunun şahidi olurlar. Mən bunu da bir sözlə ailədən görürəm. Məktəbin təbliğatını. Bu günləri məsələn məktəblərin üstə o qədər düşüblər ki, deyirik şəxsiyyət yetişdiririk. Hər bir məktəbin ölçülərini mən 40 ildə orta məktəbdə də işləmişəm, ali məktəblə yanaşı. Bizdə məktəbin meyarı nədir? Sizin məktəbdən ali məktəbə nə qədər tələbə girdi? Qəbul nəticəsi nə oldu məktəbin? Demirlər şəxsiyyət yetişdi. Dediyiniz kimi 44 günlük müharibədə şəhid olanların əksəriyyəti bizim gənclərimiz, Allah hamısının ruhunu şad eləsin, oxumayan uşaqlar onların içində daha çox idi. Daha vətənpərvərlər idi onlar. Daha qabiliyyətli idilər, daha bacarıqlı idilər. Vətəni qorumağa getdilər. Amma bizdə, belə deyim də, daha çox ali təhsilə önəm veririk. Şəxsiyyət yetişdirilməsinə yox. İndi auditoriyada, indi də pedaqoji universitetdə işləyirəm, bilirsiniz.
tələbələr həqiqətən də çox nətərdim, belə ürəklə yanaşmırlar. Soruşuram bala, özün mü gəlmirsən, yoxsa valideyn? Əksəriyyəti deyir ki, valideyn məcburiyyətindən. Məsələn, gözəl aşpazlıq istəyirdim oğlum və yaxud da dərzi və yaxud da nəsə bir başqa şey. Ona görə çox mən zövq aldım sizin təlimdən ki, həqiqətən elə orta məktəbdən hazırlamalıyıq şagirdləri ki, valideynləri hazırlamalıyıq, o üçbucağı möhkəmləndirməliyik, valideyn, şagird, müəllim üçbucağını möhkəmləndirməliyik ki, valideyn şagirdin istəyinə görə uşağını yönəltsin. Demək istədiklərim bu qədər, uğurlar hər kəsə. İnşallah ki, daha yaxşı təlimlər olar. İnşallah. Çok sağ ol İradə xanım. Doğrudan da biz Finlandiya olanda fizika dersiydi. Girdi biraz müşahidə elədi. Sonra hardan gəlmişsiniz? Bakıdan, Azərbaycandan. Siz inanırsınız, müəllim qarşı ümumiyyətlə bilmədilər ki, Azərbaycan haradır, harada yerləşir, neyini. Deyirəm, bunlar niyə belə geridə qalıblar? Sonra bunların riyaziyyat, fizika olimpiyadaların nəticələrini verdilər ki, bunlar hamısı çox böyük uğurlar qazanır. Deyir, onları bilmək bizim nəyimizə lazımdır. Deyirəm, biz sizi bilirik, öyrənmişik. Deyirsən, bunların özünükünü öyrən, özlərindikini də bilmirlər deyir. Bu deyir, nəyinə lazımdır? Quru rəqəmlər, nə oldu, nə vaxt yarandı, nətər oldu. Onu deyir, bir qrup insanlar üçün lazım. Biz deyir, bunlara elə şeylər öyrədirik ki, onlar bunun həyatı üçün vacibdir, həyatı üçün bacarıqdır. Bacarıqlı. Biz sonra bir əmək təlimi dərsində olduq. Deməli, bizdə ümumiyyətlə, elə bilmirəm, Azərbaycanda görməmişəm mən. Bir vaxt Qızlar Universitetində elə bir şey yaratmışdı. Bir orada mən bir müddət işlədim. Deməli, otaq da ortada durub, burada da bütün ərzaq məhsulları var, demək olar ki. Bunlar bu yeməyi pişirmək istəyir, bunlar bir yeməyi, qruplara bölürlər, layihə. Bunlar bu yeməyi pişirdi, bunlar bu yeməyi pişirdi. Biz oturmuşuq. Sonra da müəllim gəldi, bir baxdı, daddılar. Sonra da hamısı oturdu, pişirdikləri, yedirlər, çıxdılar, getdilər. Fərq müəllim, bizdə də Finlandiyada səhv eləmirəmsə, Singapurda da belə bir şeyin şahidi olduq. Texnologiya dərsində müəllim belə bir sual verdi ki, gələcəkdə evini harda görmək istəyərsən və necə qurmaq istəyərsən? Bütün avadanlıqlar şagirdlərin qabağında var idi. Deməli, onlar kim ağacın belində, başında, yəni Singapurda isə səhv eləmirəmsə, ekvatorial qurşaqdır, yer nəmişlik olduğuna görə ağacın üzərində evini inşa elədi. Kim S formasında, hərə fərqli-fərqli layihələr irəli sürdü. Da burada, məsələn, konkret bizdə desələr, bizdə uşaqların əksəriyyəti deyəcək, villa olsun və yaxud da 2 mərtəbə olsun və yaxud da nə olsun. Bu, hərənin öz bacarığına görə və ya öz, siz demişkən, gələcəkdə ki, hansı qabiliyyətləri aşkara çıxaracaq, hansı işlər görə biləcək. Yəni, o istiqamətdə, bacarıq istiqamətində hazırlayırlar şagirdləri. Azərbaycan Universitetində bir getmişdik bir mühəndislik fakültəsinə. Elə həmən sual orada verildi ki, hər kəs yaşamaq istədiyi evi tiksin. Bunlar da o sahənin tələbələridir, başladılar tikməyə. Gözəl-gözəl hərəsi bir ev tikmişdi. Müəllim də buradan kompüteri qoşub, başladı zəlzələ göndərməyə. Onun evi yıxılır bu. Kimisi yıxıldı, kimisi qaldı. Və deyir, görürsə, tikə bilmirsən. Və sonra deyir, indi araşdır. Və sənin tikdiyin 8 balıq zəlzələyə duruş gətirə bilməz. Davam gətirə bilməz. O qədər xoşum gəldi ki, oradakı. Bunlar nə cür qruplar, nə cür mexanizm qruplar. Yəni, dərs elə olanda maraqlı olur. Və bir də bu adam onu sabah tikəcək də. Vaxt var deyirlər, körpünü tikənlər, mühəndisi körpünün maşın keçəndə körpünün altında qoyurlar ki, üstə maşınlar keçsin ki, görəsən tikdiyin körpü doğrudan mı davamlıdır yoxsa? Ümumiyyətlə, dünyanın təcrübəsi başqa, ona istifadə edilmək lazımdır. Burada bir məsələ də var da. Bizim, deməli, İnsanların dünya görüşündən orada var ki, onu tədbiq eləyə, o effekt verməyəcək. Biz biraz başqayıq, biraz başqayıq. Yəni, biz o harmoniyanı tapmalıyıq. Millilik, özümüzün şəxsi keyfiyyətlərimiz və onlarda nəyi götürə bilərik, nəyi tədbiq eləyə bilərik və nə nəticəyə gələ bilərik. Elə şeylər var ki, onlarda var, bizdə onu istəsən də aldıra bilməsi. Olan əsən deyir, ayağını bağlamışam, əlini bağlamamışam. Deyir, qaçacaq, deyir, o mənim kətçimdir, mənim ağlıma gəlmirsə, onun da ağlına gəlməyəcəm. Çünki o bizim xarakterimizə, müsəlman şəxs xarakterilə, o xarakteri tamam başqa cürdür, qərb xarakteri başqa cürdür. Onlar tamam başqa cürdür. Onlar, bizim bir dostumuz vardı, biz getmişdik Şveysariyada olanda, deyir ki, axşam polisi zəng eləmişəm ki, burada velosipedi kəsir, oğruyurlar və sən gəl ginə. Deyir, mənə deyir ki, sən get ondan soruş, gör ki, o doğrudan mı velosipedi kəsir?
Deyirəm oğru, deyir ola bilmir. O velosiped niyə oğuramalı? Yəni polisi inandıra bilmir ki, burada nəsə var. Deyir bəlkə onun öz velosipedidir. Onun açarı itib. Ona görə məcbur o olub kəsib onu götürür. kəsir. Yəni o velosiped də niyə oğuramalıdır? Hər yerdə satılır, adi şeydir. Şəhərdə də bizim Var, kimi indi həqiqətən. vardı. Bu niyə eləməlidir? Yəni belə şeylərlə çox uzanar. Mən təşəkkür edirəm bir daha sualınıza görə və çıxışınıza görə. Çox sağ olun. Sağ olun. Həsən müəllim buyurun. Tamam. Məncə artıq yekunlaşdıraq. Başqa əlavə sualı yoxdursa yekunlaşdıraq. Axşamınız xeyir olsun. Tamam. Mənim Fərux müəllimə öncə Fərux müəllimə. Fərux müəllimə, bəli, təşəkkürümü bildirirəm. Çox sağ olun deyirəm. İradə xanım çox gözəl bir məsələyə toxundu. İstəyərdim Fərux müəllim də fikrə münasibətini bildirsin. Bu uşaqların milli qiymətləndirmədə 4-cü sinifdə monitorinqlərdən keçməsində o təşviş, stres məsələsidir. Bir valideyn olaraq bu məni də narahat edirdi. Və mənə maraqlı olan valideynlər deyil, bəlkə biz müəllimlər olaraq, bəlkə xüsusi bir təlimlər keçirilsin ki, bu müəllimlər uşaqları stresdə saxlamayaraq da monitorinqlərə cəlb eləsinlər. Məsələn, bizim üzr istəyirəm, balaca keçən 4-də oxuyurdu. Sentyabrın 1-dən o qədər təşviq eləyirdilər. Monitorinqdir. Uşaq evə inanın ki, daxil olurdu. Ana monitorinqdir, belə olacaq, elə olacaq. Axırda bir gün dedim ki, David, necə olacaq? Mənə maraqlı deyil. Adın çəkmə, demə, sən sadəcə gündəlik dərsləri oxu. Fərux müəllim, mənə elə gəlir, burada müəllimlərin rolu böyükdür. Müəllimlərdə də günah görmürəm. Rəhbərliyin göstərişi. Bəli. Yəni, haradasa sözünü demiş, yəni biz sizin ədəbiyyatlardan, kitablardan biliyi alırıq, biz sizlərdən öyrənirik, Allah sizi var eləsin. Amma bəlkə onlara bir orta məktəblərə yönələk ki, olmasın, bu rəhbərlik, bu tapşırığı bu dərəcədə verməsin ki, uşaqlar öyrənmədən çox stresi yaşayırlar. Bəli. Yəni, normal bir imtahan olaraq qəbul eləməz. Yəni, qəbul eləsinlər, normal bir sınaqdır. Amma inandırım ki, o sinifdə mən o qədər gülməyim gəlirdi. Valideynli uşaqlı elə bil ki, həyatları həll olacaq. Ali məktəbə girəcəklər elə bil. Siz müəllimə, çox sağ olun, təşəkkür edirəm suala görə. Bu bugün bizim təhsilimizin yaralı yerindən biridir. Bu müəllimlərin də problemidir, valideynlərin də problemidir. Bu ümumiyyətlə idarə etmə sistemində yaranmış bir qordi düyünüdür. Bunu kəsib tullamaq lazımdır. Uşaqlar elə hazırlığa gedir, imtahan verir. Birinci sinifə qəbul ol, imtahan verir. Hər il imtahan, hər il imtahan, hər il monitoring, hər il yoxlama. İnsanın həyatı ilə yoxlamalarda keçir, monitoringlərdə keçir. Bu, belə deyirlər ki, Napoleon'a deyirlər müharibədir, deyirlər ki, bizim imtihana çay, imtihandan qorxur da. İmtihanın adı ağırdır, stresdir. Sən indiki uşaqların xəstələnməyinin mühüm səbəblərindən biri də bu imtihanlardır. Bilirsiniz, 70-80-ci illərdə belə idi ki, müəllimlər uşaqları döyürdülər. Bizi də döyüblər və biz onu təbii qəbul eləmişik. Amma bugün mən özüm də, məsələn, müəllim olsam, məktəbdə işləmişəm, heç bir uşaq döyməmişəm, mənim uşağım da döyən müəllim olsa, yəqin ki, ona öz iradımı bildirərəm. Amma ki, özümü döyüblər olub belə şey ki, o mən təbii baxıram. Niyə? Çünki o dövrdə hava təmiz idi, yemək təmiz idi, ərzaq təmiz idi, münasibətlər təmiz idi, insan sağlam idi. Dövrü mühit də oydu. İndi xüsusilə Bakı şəhərində dünyaya gələn uşaqların, mən buradan faiz desəm, ola bilər ki, rəqəm düzgün səslənməz və mütəxəssislər mənə irad tutar. Amma onu bilirəm ki, böyük əksəriyyəsi streslə dünyaya gəlir də. Bu kəllə daxil təzyiqlə dünyaya gəlir. Bu bir mənalı belə. Daha xəstəxanaya gedirsən, körpəş olar, hamısı kələ daxil təzyiqlə dünyaya. Və bu uşaqlar da ciddi şəkildə müalicə olmurlar və gəlirlər məktəbə, valideynləri çox hiç bilmir. Onlar nədir? Gəlir məktəbə, birinci sinif, ikinci sinif, bu imtihanlar, bu yoxlamalar, bu monitoringlər. Bəli, bu stres artıq çevrilir dil stresə. Üstünə gəlir də. Bundan sonra da gəlir şəkər xəstəliyi. Və sonra deyirlər ki, bu şəkər xəstəliyi bu qədər hardan artıb?
Artacaq da. Evdə valideyn sıxır, oxumursan, filankəsin uşağına gerdə qalıbsan. Məktəbdə də valideyn sıxır, valideyn də məktəb direktoru sıxır, məktəb direktorunu da yuxarıki sıxır. Nəticə belə oldu, nəticə belə oldu, nəticə belə oldu. Nəticə belə oldu. Təbii ki, bunlardan əl çəkmək lazımdır. Və heç olmasa, o işi rahat, bayaq dedim, o dərmanın içinə ki, sirop qatıblar. Biz imtahanı ilə keçirik. Bugün gəlin yoxlama. Gəlin görək necə olacaq bugünkü yoxlamamızın nəticəsi. Gəlin bu yazını yoxlayaq. Bu fəsli keçmişik, bu bəhsi keçmişik. Bir özümüzü sınayaq görək nədir? Da yoxsa monitoring. Bu kurikulum yaxşı bir anlayışdır da, Avropada istifadə olunur da. Bu təzə gələndə bunun mənasını düzgün izah eləmədilər. Hamı başladı, hərəsi bir şey dedi. İndi də bu elə bil ki, bir yamaq kimi qaldı orada. Heç kəs qəbul eləmədi bunu. Çünki bunu elə qorxulu şəkildə təqdim elədilər ki, bu nədir? Bu təhsil proqramıdır da. Bu elə həmişə təhsilin məzmununu dəyişir. İndi hər dəfə neçə əldir? Nazir dəyişini deyirlər, kurikulumlar ləğv olacaq. Bu təhsilin məzmunu dəyişir də. Mütəmadi olaraq 5 ildən bir təhsilin məzmunu dəyişir, yeniləşir. Bu nətər ləğv ola bilər? Bu niyə ləğv olmalıdır? İndi bu adı düzgün gəlir, düzgün vermədi. İndi bəli, biz orta məktəbdə də, ümumi təhsil məktəblərində bu münasibəti köklü şəkildə dəyişməliyik. Və ali məktəblərdə dövlət imtahanı vardır. Çox böyük stres yaşayır da tələbələr. Bugün ali məktəbdə dövlət imtahanı yoxdur. Sən əgər 4 il oxumusansa, kreditləri toplamısansa, ona da qutardı, kifayət oldu, çıxdı, getdi. Nə oldu? Müəllim hazırlanmır, diplom alınmır, nə olur? İndi bu ibtidai sinif şagirdlərdir. Mən deyirəm ki, 5-ci sinifə qədər bəzi Avropa ölkələrində heç imtahan yoxdur. Ümumiyyətlə sınaq yoxdur. Yoxdur. Siz bunu bu cür eləyirsiniz və qorxu ilə eləyirsiniz. Burada məqsədiniz nədir? Deməli, bunu belə mən başa düşürəm ki, düzdür, mən orada iştirak eləməmişəm, heç onun texnologiyasını düzgün bilmirəm. Amma bir bilirəm ki, orada müəllimin başqa maraq olanda, başqa rəhbərliyin başqa maraq olanda, başqa məsələlər çıxır ortalığa. Sən uşağı niyə sıxırsan? Sən uşağı niyə stresi yaşadırsan? Amma görürsünüz, Avropa məktəblərində uşaq gəlir, hər bir müəllimin əlinə vurur, keçir, müəllim əlinə vurur, keçir və yaxud müəllimlə qucaqlaşır, keçir. Yəni, müəllimlə aradakı səddi götürür. Biz ikimiz də birik. Mən öyrədən, sən öyrədən deyilsən. Avropada belə şey yoxdur. Hələ Konfusi, antik dövrdə deyil, Konfusi deyir ki, mən heç nə bilmirəm. Uşaqla bir yerdə əyilirəm yerə, onunla bir yerdə boy atıram. Sən uşaqla bir yerdə böyüməlisən. Sən uşaqla bir yerdə qalxmalısan, dikəlməlisən, müəllim olaraq. Sən uşağın estresini salırsan. Ona görədir. Yəni, onlar, bəli, müəllimlər də bizim indi çatışmayan bir cəhətimiz də müəllimlər mütəmadi olaraq kurslardan keçmirlər. Əvvəlki kimi institut yoxdur, kurslar yoxdur. Müəllimlərin də bəziləri bunu bilməyib eləyir. Elə bilir ki, uşaqlar çox sıxanda, uşaqlar daha yaxşı oxuyacaqlar, daha yaxşı qorxub oxuyacaqlar. Elə deyil. Uşaqlara məhəbbət, qucaq açmaq lazımdır. Onları stresdən uzaq eləmək lazımdır. Bayaq bu məktub yazan direktorlar da dedi də, bizə elə xəstə intellektlər lazım deyil, bizə insan lazımdır. Cəmiyyətə insan lazımdır, gözəl xanımlar lazımdır, gözəl ana ola biləcək qızlar lazımdır, gözəl ata ola biləcək, ailəsinə sahib çıxa biləcək atalar lazımdır, mühəndislər lazımdır, ev tikənlər lazımdır. Biz bunun qayğısına qalmalıyıq. Yoxsa biz özümüz, öz əlimizlə, onsuz da ekologiyada problem var, yeməkdə problem var, ərzaqda problemlər var, filan xəstəliklər yaradır, filan və biz də bir stres üstünə gəlir müəyyən problemlər. Ona görə də həm valideynlər, həm müəllimlər burada ehtiyatlı olmalıdır. Olmursa valideyn ola bilər ki, müəllimlə ayrıca danışsın ki, mən xahiş edirəm ki, uşağa sən bu stresi yaşatma. Mənə səni, nə bilim, 600 bal toplayan uşaq lazım deyil. Mənə bu məktəbi qutaran sağlam, həm əqli cəhətdən, həm də fiziki cəhətdən uşaq lazımdır. Əqli də sağlam olsun, zehni də sağlam olsun, ruhu da sağlam olsun, o öz çörəyini qazanacaq, tapıb yiyəcək. Oldum, sağ olun. Çox sağ olun. Təşəkkür edirik. Fərux müəllimizə çox təşəkkür edirik. Çox Dəyərli sağ olun. fikirlərinizi bizimlə bölüşdürdüyünüz üçün. Çox gözəl maarifləndirici təlim oldu həqiqətən. Xoş sözlər yazılıb rəylər bölməsində də. Yəni minnətdarıq. İnşallah ki, növbəti təlimlərdə, əyani təlimlərdə görüşərik sizinlə. Çox sağ olun, minnətdarıq. İnşallah çox sağ olun. Mən də həmkarlarıma dərin təşəkkürümü bildirirəm ki, bu saat artıq saat 11-in yarısıdır. Ev işlərindən kənarlaşıblar və bizə qulaq asırlar. Bir azca sizin fikrinizə uyğun bir fikir söyləyə bildimsə, ürəyinizdən keçənlər deyə bildimsə, o Türk demişə nə mutluyuq.
Sağ olun, Sağ gedirəm olun. sizə. Sağ olun, Sağ olun Fərrux sağ olun, müəllim. sağ olun, Sonsuz sağ olun. təşəkkürlər. Xoş Sağ oldu. olun. İnanın Sağ ki, olun. ruhumuz dincəldi. Sağ olun, Fərrux sağ olun. müəllimim, ən sevimli müəllimimdir. Yəni tələbəniz olmuşam. Həqiqətən Çox çox sağ xoş olun, oldu. ruhunuza sağ olun. Çox sağ olun. Sağ olun Var müəllim. olun, Sağ var olun. olun, var Həsən müəllim, olun. sizə də minnətdarıq bu Çox görüş sağ üçün. olun. Çox sağ olun. İnşallah İndi əyani Həsən müəllim müəllimlərdə yəqin ki, sizi bunun gözləyir. video yazısı olacaq da Həsən müəllim. Bəli, elə bəli, deyil? yayımda da hal-hazırda inşallah İnşallah təqdim sonra edəcəyik sizə. paylaşalım. Sağ olun. Sağ olun, sağ olun. Çox sağ olun. Sağ olun.